Yuxarıda videoda göstərdiyimiz kimi febral qıcolma zamanı mütləq şəkildə övladınızın başını əlavə travmalardan qorumalısınız. Başı əlavə travmalardan qoruduqdan sonra bədənini tam yan çevirib, ağız boşluğunu yana çevirmək lazımdır ki, mədə mühtəviyyatı ağıza gəldikdə ağızdan tənəffüs yollarına gedib aspirasiyaya səbəb olmasın. Buna görə bədəni yana çevirib ağzı yana tuturuq ki, həm sərbəst rahat şəkildə nəfəs ala bilsin, həm də başını əlavə zərbələrdən qoruya bilsin. Panikaya düşmək lazım deyil, çünki febral qıcolmalar 3-5 dəqiqə davam edib, 3-5 dəqiqə sonra uşağın özünə gəldiyini müşahidə edəcəksiniz. Bu əsnada mütləq şəkildə təcili tibbi yardım çağırmaq lazımdır. Əlavə ağız boşluğuna qaşıq, əlavə yad cisimlər salmaq və ya uşağın ağzını açaraq dilini tutmağa çalışmaq yanlış addımlardır və bu uşaqda əlavə tənəffüs yollarına, yad cisimlərin düşməyinə və boğulmasına səbəb ola bilər.